Artıq elə bir dövrdə yaşayırıq ki, insanlar özləri olmaqdan daha çox qarşı tərəfin onları necə gördüklərinə daha çox diqqət eləyirlər. Yəni insanlar düşünürlər ki, özləri xoşbəxt olmasalar da xoşbəxt görünməyə çalışmaq yetərlidir. Güclü olmasalar da güclü görünmək, uğurlu olmasalar belə uğurlu görünmək daha vacibdir. Bu onlara qısa müddətdə hansısa bir üstünlük qazandıra bilər. Yüzlərlə bəyənmək, like necə deyərlər və yaxud da digər prestijlər, dırnaqarası əlbəttə. Bu, insanın içindəki daxili boşluğu daha da genişləndirir, özünə olan dəyər hissini zəiflədir. Ən əsası isə yetişdirdiyimiz uşaqlara, gənc nəslə düzgün nümunə olmuruq. Görünüş qısa müddətdə sənə böyük alqış gətirə bilər. Amma bu sənə daxili rahatlıq bəxş eləyə bilməz. Çünki insan özünü başqalarının gözü ilə yaşadıqca öz həyatından da uzaqlaşır. Gənc nəsil bunu görərək belə olmalıdır deyə düşünür və bu cürdə yaşamağa başlayır. Düşünürlər ki, əsl insan olmaq üçün özün olmaq yox, başqalarının gözündə necə görsənmək daha vacibdir. Bəlkə də bu dövrdə ən cəsarətli seçim elə olduğun kimi görünməkdir. Bəs siz necə? Olduğunuz kimi görünməyə, yoxsa olmaq istədiyiniz kimi görünməyə çalışanlardansınız?